Bakıda növbəti əmək yarmarkası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının işsiz və iş axtaran şəxslər üçün təşkil etdiyi yarmarkada 43 işə götürən iştirak edib. 150-yə yaxın vakansiya təqdim olunub. Müraciət edənlərə iş yerləri üzrə tələblər, qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Burada 43 müəssisə iştirak etdi, 150-yə yaxın vakansiya təqdim etdi. Vakansiya üzrə 400 manatdan 3200 manata qədər maaş təqdim edildi. Biz rəsmi hissədə baxdıq, xeyli müraciətlər var. Həm məzun tələbələr, həm digər vətəndaşlarımız bu yarmarkada iştirak etdilər. Yarmarkada peşə və bacarığı bu işə götürənlərin tələbinə uyğun olmayan vətəndaşlarımız üçün də ayrıca bir təklifimiz var. Bizim Dövlət Məşğulluq Agentliyinin 175 adda peşə kurs layihəsi var. Həmin vətəndaşları biz kursa cəlb edirik istənilən sahə üzrə.